oyunla müqayisə eləmək istəyərdim. Şamil, Santuşun dönəmindəki birinci oyunumuz 0-5 və bugün yerli məşqçilər 0-2. Bu oyunlar arasında nəticə fərqi ortadadır. Oyun olaraq hansı fərqləri qeyd etmək olar? Düzgün bir nöqtəyə toxundunuz və əlbəttə bir şeyə qiymət verərkən mütləq nisbi, bu həyatda hər bir şey nisbi olduğu kimi futbolda da nisbətən, o oyuna nisbətən, bu oyuna nisbətən və yaxud belə deyək də çox uzağa getməyə, yəni bir neçə ay bundan əvvəlki İslandiyanın Reykjavik'dəki oyunumuz və Bakıdakı oyunumuz arasında fərq var. Yəni bu yaxşılığa doğru fərq var, bunu gərək qeyd edək. Yəni həqiqətən həm oyun baxımından, hesab baxımından, yəni o ruhsuz komanda deyildi. Yəni meydançada belə deyək ki, az iş həcmi görən bir komanda deyildi. Meydançanın hər qarşısında komanda vuruşurdu. Yaxşısını eləməyə çalışırdı. Bir kollektiv vardı ki, hansı ki bilirdin ki, bu milli komanda və yəni xətlər arasında boşluqlar yox idi. Bu günləri belə deyək ki, müdafiə və hücum fazasında tamam başqa bir şey idi. Əgər orada geri qayıtmada aşağı belə deyək, müdafiədə və hücumda çoxluq təşkil edə bilmirdisə, burada artıq onu edə bilirdik. Yəni həm müdafiədə, həm hücumda biz çoxluq təşkil edə bilirdik. Yəni fərq var. Özdə yetərincə fərq var. Ancaq yenə deyir, o deyil. Yəni istədiyimiz əlbəttə olmayacaq. Bugün biz millidən çox şey istəyə bilmərik. Yəni biz çox şey verməmişik ki, millidən də çox şey istəyə. Yəni reallıqları qəbul eləməyənə qədər, yəni olduğumuz istinad nöqtəsini bilməyənə qədər oradan sıçrayış ola bilməz. İnsan gərək istinad nöqtəsini bilməlidir ki, oradan sıçrayıb yuxarı qalxa bilsin. Ancaq biz həmişə özümüzü olmadığımız yerdə hiss edirik. Yəni fikirləşirik, bugün İslandiyanı biz udmalıyıq. Gəlin baxaq və qabaq-qabağa qoyaq. Bilirsiniz, bugün müharibə dövründə bir ölkənin bir ölkəyə qarşı qoyurlar. Bir ölkənin nələri var, hansı silahlara və sonra adam sayı, sonra bu, belə deyim ki, indi bugün həmin şeyi də qoyuruq. İslandiyanın bizim futbolun arasında görün nə qədər fərq var. Həm İslandiyanın bütün futbolçuların baxın hansı klublarda oynayırlar. Yalnız yerli çempionatda oynayan bir futbolçu var. Baxın, siz mənə dediniz, ancaq əslində bilirəm ki, bir çoxları orada oynayır. Bir futbolçu və bununla bizim aramızdakı fərqi baxanda, bugün bizim futbolçuları mənə gəlir qəhrəman adlandırmaq ona görə ki, bunlara qarşı belə oynaya biliriksə, nə xoş bizim halımıza hələ ki.